الحمد لله الذي يعيد على عباده مواسم الخيرات ويهيئ لهم ما تسقو به الأنفس وتعلو الدرجات ويسهل لهم ما يقربهم لرب البريات. فمنهم من لربه يدنو فيعلو في الدرجات، ومنهم من تحط بهم أهواؤهم في أدنى الدركات. أحمد ربي تعالى وأشكره وأثني عليه وأستغفره، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، يجزي بالجليل على القليل ويغفر الذنب العظيم، يذهب عن المؤمنين الحزن ويستر القبيح ويظهر الحسن، جل عن الشبيه وعن الند وعن النظير، ليس كمثله شيء وهو السميع البصير. وأشهد أن محمدًا عبده ورسوله وخليله ومصطفاه، قد أفلح من اهتدى بهداه وضل من جافاه عنه هواه، صلى الله عليه وعلى آله والأصحاب ومن تبعهم بإحسان إلى يوم الدين وسلم تسليما كثيرا. أما بعد، فأوصيكم بتقوى الله، فإنها وصية الله للأولين والآخرين، ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Möhtərəm müsəlmanlar, əziz, dəyərli qardaşlar, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir, tövsiyəsidir. Biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Və xeyrin hamısı, bütün xeyr, nicat, zəfər, uğur təqvadadır. Allah qorxusundadır. Dünya sizin üçün xəlq olunub. Siz isə ahirət üçün xəlq olunmusunuz. Bilin ki, nə qədər zaman sizin üçün uzanarsa, ömrünüz uzun olarsa, sonunda qayıdış yenə Allah Teala'yadır. Dönüş ya cənnətədir, ya cəhənnəmədir. Və bu həyat, hansı ki Allah Teala əta edib sizə, öz lütfü ilə, minnəti ilə, onu ilə kifayətlənməyib. Əksinə bu həyatda sizin üçün mübarək, bərəkətli vaxtlar ayırıb, zaman ayırıb, hansı ki xeyr əməllərlə doludur. Və o zamanlardan, o xeyr əməllərdən biri də məhz bu aydadır. Bu ayın 10 günü hansı ki dünyanın ən fəzilətli günləridir. Ona görə də bu fəzilətdən bəhrə götürməyə can at, savab əldə etməyə can at, yaxşılıqlardan istifadə etməyə rəğbətlən. And içib Rəbbin bu aya, bu günlərə and içibsə demək ki əzəmətlidir. Çünki əzəmətli olan yalnız əzəmətliyə and içər. Və bu 10 gün hansı ki Allah Teala and içib vəl-fəcr və ləyəlil-əşr deyərək and olsun sübh çağına 10 gecəyə içində olduğumuz bu gecələrdə hansı ki Rəbbimiz hədiyə edib sizə, hədiyə edib bəndələrinə salih əməllər edərək əzəmətli savablara çatsınlar deyə, dərəcələri yüksəlsin deyə və bu bərəkətli günlər hələ də davam etməkdədir, bir-birini əvəz etməkdədir, xeyri, bərəkəti hələ də davam edir və nəhayət çatdırıb bizə bu bərəkətli, xeyirli günlərin sonuna içində olduğumuz bu gün, Zilhiccənin 9-u Ərəfa günü və sabahsı gün böyük həcc günü, bayram günü və bu gün Ərəfa günüdür. Əzəmətli bir gün, bu gün hansı ki qəlblər yumuşalır bu gündə, qəlblər sınır Xaliqinin önündə, bu gün boyunlar əyilir Xaliqinin huzurunda, bu gün yalvarış günüdür, dua günüdür. Bu gün ümidlərin sərgiləndiyi gündür. Rəbbin haqda gözəl zəndə ol. Bu gün zəvvarların Ərəfa düzündə saçları dağınıb, toz içində Rəblərinin çağrışına gəldiyi gündür. Zahiri görünüşlə bir-birlərindən fərqlənməyən, zahiri görünüşdə bir-birlərindən seçilmədən, onları birbirinden ayıran üstünlük libasını
çıxararaq eyni libasda hamı bu yerde dayanıb, bu meydanda dayanıb. Bugün burada lovğalığa yer yoktur. Bugün burada təkəbbürlüyə yer yoktur. Heç kəs bugün birbirinden fərqlənmir. Heç bir libas onları birbirinden üstün etmir. Libasları izarla, ridadan başka bir şey değil. Beraberdi bugün varlığıyla kasıb. Eynidir bugün böyüyle kiçik, məmurla əmir, hakimlə məhkum, rəhbərlə rəiyyət, qulla azad, ağdərili ilə qaradərili, ərəblə əcəm bir-birləri üzərində üstünlükləri yoxdur. Lovğalığın bugün heç bir faydası yoxdur. Bugün təkəbbürlü edən yalnız bədbəxtdir. Bugün məğlub olan yalnız lovğalıq edəndir. Ərəfa günü, əzəmətli gün, hansı ki sallallahu aleyhi ve sellem bu günü həcc adlandırıb. Əl-həccü ərəfə, həcc ərəfadır. Bugün şeytanın alçaldığı gündür, rüsvay olduğu gündür. Bugün Allah Taala'nın bu milleti kamil ettiği gündür. Dinini onlar için, nimetini onlar için tamamladığı gündür. Ömer el-Hattab radiyallahu anhudan nəql olunur ki bir kişi Yahudilerden ona yakınlaşır, deyir ki ey müminlerin əmri, sizde bir aye var, okuyursunuz. Eğer biz Yahudiler toplusuna nazil olsaydı o günü bayram ederdik. Deyir ki hansı ayədir? Okuyur ki el-yevme ekmeltu lekum dinakum ve etmemtu aleykum ni'meti ve raditu lekumul İslam'e dina. Bugün sizin için dininizi tamamladım. Nimetimi sizin için tam ettim ve sizin için İslam'ı din olarak razı oldum. Ömer radıyallahu anh deyir ki biz o günü bilirik. Peyğəmbərə nazil olub o ayə Ərəfada dayandığında cümə günündə ve bugün Peyğəmbər sallallahu aleyhi ve sellemin bu meydanda, bu sahədə dayandığı gündür. Bu meydanda dayanıp insanlara muizə edip hikmətli xutbəsini söylediği gündür. İnne dima'akum ve amwalakum haramun aleykum ka hurmeti yevmikum hada fi şahrikum hada fi beledikum hada ala kulli şeyin fi min emril cahiliyeti tahta kademeyye mevdu'un ve dima'ul cahiliye mevdu'un el hadith. Buyurup ki sallallahu aleyhi ve sellem sizin kanlarınızda, mallarınızda birbirinize haramdır. Bugünün haramlığı kimi, bu şehrin, bu ayın haramlığı kimi bilin ve agah olun ki zahiliye işlerinden, meselelerinden ne varsa ayaklarımın altındadır, yani batildir, yoktu. Zahiliye kanlarından ne varsa batildir, yani hükmü kalkıp artık ve siz artık Ərəfadasınız. Dayanmışsınız, terbiye edirsiniz, dua edirsiniz, zikr edirsiniz. Allah'tan korkarak, onun rahmetine, mağfiretine ümit ederek, bağışlanma dileyerek, bugün size şahitlik edilecek bir gündür. Bugün Allah Taala'nın bendelerine nezar ettiği bir gündür. Baktığı gündür. Meleklerin önünde onlarla fəxr ettiği gündür. Mağfiretiyle onları ehate ettiği gündür. Bendelerini, müminleri bağışladığı gündür. Ayşe radiyallahu anh'a der ki, Peygamber sallallahu aleyhi ve sellem buyurdu ki, "Ma min yevmin ekser min en yu'tiqallahu min yu'tiqallahu fi abden minen nar." Allah'ın bugün kimi, yani Arafa günü kimi bendelerinden, cehennemden azat ettiği kulları kimi başka bir gün yoktu. En çok kul azat ettiği gün bu gündür. Allah Teala yakınlaşar. Sonra meleklerin önünde fəxr eder. Yani bendeleriyle diyer ki, "Mədə aradə həulə." Onlar ne istəyirlər? Ve gelip bazı rivayetlerde diyer ki, buyur bakın, bendelerim gelip benim çağrışıma cevap vererek saçları dağınır, toz içinde ve bugün Müslümanlara Ərəfada durmak buyurulubsa həcce gelmeyenler için de Allah Teala emredip ki bugünün orucunu tutsunlar. Bugünün əzəmətliğine göre, bugünün əzəmətli savabına, Allah'ın razılığına çatsınlar diye Ebu Katade radiyallahu anh'a der ki, Peygamber sallallahu aleyhi ve sellem'den Arafa gününün orucu hakkında soruşuldu. Dedi ki, "Yukeffiru senel madiye vel baqiye." Geçen ilki günahlar bağışlanır ve gelen ilki günahlar bağışlanır. Ve Peygamber sallallahu aleyhi ve sellem
burada dayandığında, Ərafada olduğunda oruclu olmayıb özü. Səhabələr ixtilaf etsə də, onun oruclu olub olmamağında sınıyıblar. Səhabə qadınlardan biri ona bir qədəhdə süd göndərib. O da mininin üzərində o qədəhdə olan südü içib və göstərib ki, bu gün oruclu deyil. Bu gün Ərafa günüdür, bəli. Bu gün məğfirət, cəhənnəmdən, oddan azad olma günüdür. Ona görə də hər bir müsəlmana yaraşır ki, bugün sığınsın Rəbbinin mərhəmətinə, sığınsın Rəbbinin məğfirətinə, can atsın ki, cəhənnəmdən azad olan qullar sırasında olsun. Ona görə axtarsın Rəbbini sevindirəcək, onu Rəbbinə sevdirəcək salih əməlləri, gözəl ibadətləri və bunlardan biri də xalis duadır. Hansı ki, bugünün ən əzəmətli əməlidir, sidqlərlə Allaha yalvarmağıdır, ondan diləməyidir, Allah Taalaya öz acizliyini göstərməsidir, möhtac olduğunu göstərməsidir, diləyini Allah Taalaya ərz etməsidir və Allah Taala heç bir qula möhtac deyil. Əksinə, qullar Allah Taalaya möhtacdır. Onun köməyi olmadan, onun dəstəyi olmadan keçinə bilməzlər. Və qalə rabbukum ud'uni estecib lekum. Rəbbiniz dedi ki, mənə dua edin, sizə cavab verim. Əmr edib ona dua edək və vəd verib ki, cavab verəcək və öyrədib insanlara öz qapısını, göstərib qapısını, necə ona yaxınlaşmağı bildirib ki, biz ona möhtacıq. O isə heç kəsə möhtac deyil. Ondan diləməliyik ki, cavab versin. وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ. Bəndələrim səndən məni soruşurlar. De ki, mən yaxınam. Onların duasına dua etməkdə cavab verirəm. Demədi ki, de ki, mən yaxınam. Birbaşa özü dedi ki, mən yaxınam. Bu deməkdir ki, Allahla bəndə arasında heç kəsə ehtiyac yoxdur. Heç kəsi vasitə tutmağa zərurət yoxdur. Qul əllərini açıb Rəbbinə yalvarsa, o utanar, onun əllərini boş geri çevirməkdən. Bu duadır, yalvarışdır, Allah'tan istəydir. Bəndə üçün bundan daha yüksək bir zirvə yoxdur. Bəndə üçün, uğura çatması üçün bundan daha böyük bir hal yoxdur. Kim duaya davamiyyətli olarsa, qazanar, qənimət əldə edər. Ona istədiyi verilər, arzusuna çatar, niyyətinə çatar. Kim duadan təkəbbürlü edərsə, üst çevirərsə, aciz olar, duanı tərk edərsə, öz nəfsinə həvalə edər. Ona görə bu əzəmətli günə müvəffəq olmusansa, tərk et bütün məşğuliyyətləri, kənara qoy bütün işləri, tərk et nə məşğul edirsə, xüsusən də əlinizdə olan telefonları, hansı ki məşğul edəcək sizi bu günün fəzilətindən, bu günün savabına, əzəmətli mükafatına nail olmaqdan qoy bir kənara. Bil ki, sələflər bütün ehtiyaclarını diləmək üçün Rəbbindən gözləyirdilər, yığırdılar bütün diləklərini, saxlayırdılar bu gün üçün, Ərafa günü üçün, sonra israrla bu gün Rəblərinə yalvarardılar və sonra deyərdilər ki, gələn ilin Ərafa gününə qalmadan il ərzində dualarımızın qəbul olunduğunu açıq-aşkar gözümüzlə görürdük, eşidirdik. Ona görə xatırla ki, sən dua edəndə əzəmətli bir Rəbbə dua edirsən, səxavətli olan Allah Taalaya dua edirsən, heç bir günah ona ağır gələ bilməz. Elə bir günah yoxdur ki, onu bağışlamasın. Elə bir fəzilət, elə bir lütf yoxdur ki, onun mülkündən neysə əskitsin. Rəbbin haqda gözəl zəndə ol. Bil ki, Rəbbin haqda gözəl zəndə olmağın Rəbbinin səninlə elə müamilə etməyinə bağlıdır. Allah Taala'nın sənə verdiyi, əta etdiyi, sənin ümid etdiyindən daha əzəmətlidir. Ona görə istə Allah'tan nə istəyirsən, istə nəfsinin islahını, istə dininin islahını, istə övladlarının islahını, istə valideynləri üçün, istə onlar üçün sağlamlıq, istə onlar üçün afiyət, vəfat ediblərsə istə bağışlanma, mərhəmət, cənnət, istə Rəbbindən razılığını, istə ailənin islahını, sağlamlığını, istə ölkən üçün, vətənin üçün əmin-amanlıq, dövlətin üçün əmin-amanlıq, rifah, istə əmir sahibin üçün islah, istə onun üçün müvəffəqiyyət, istə dinin üçün, ahirətin üçün
salamatlıq o səxavətlidir, cömərtdir. İstəyənlərin əlini boş geri çevirmir. Allah'ım səndən xeyirli əməllərin yerinə yetirilməsini istəyirik. Münkər işlərin tərkini istəyirik. Kasıbların, yoxsulların sevgisini qəlbimizə salmağını istəyirik. Səndən mərhəmət diləyirik, bağışlanma diləyirik. Səndən sənin sevgini diləyirik. Səni sevənləri sevməyi, sənə yaxınlaşdıracaq əməlləri bizə sevdirməyi istəyirik. Allah'ım İslamı, müsəlmanları izzətli et. Harada zəif müsəlmanlar varsa onlara kömək ol. Xəstələrinə şəfa ver, zəiflərini qüvvətli et. Aclarını doyur, susuzlarını doyur. Allah'ım ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Müsəlmanların diyarlarını, vətənlərini əmin-aman et. Əmin-amanlıqlarını daim et. Xəstələrimizə şəfa ver. Bəlaya düçar olanlarımıza səbir ver. O bəlaları onların üzərindən qaldır. Kim vəfat edibsə bizdən, yaxınlarımızdan, qohumlarımızdan, dostlarımızdan, qardaşlarımızdan onlara rəhm et. Onları cənnət əhli et. Razılığını üzərimizə sal. Bizdən razı ol. Səninlə qarşılaşanda bizim üzümüzü ağ et. Bizə müvəffəq et. Peyğəmbərimizin Kövsər suyundan içə bilək. Sənin cəmalını cənnətdə görməyi bizə müvəffəq et. Bizə bu dünyada da yaxşılıq ver. Ahirette de yaxşılıq ver. Bizi qəbr əzabından qoru. Sonluğumuzu xeyirli et. Axırımızı xeyirli et. Bizi dünya rüsvayçılığından qoru. Ahirət əzabından qoru. Bizi eşidir faydalardan et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril muslimin min kulli dəb. İnnehu huvəl-ğafurur rahim.